ARHD İctimai Siyasi saytının rəhbəri, beynəlxalq hüquq eksperti İsmail Zalov. Həqiqətən də Azərbaycan Respublikasının Baş Prokurorluğu Qabil Məmmədovla bağlı, Elşad Məmmədovla bağlı düz ittiham irəli sürür. Mən buna tam əminəm ki, bu şəxslər cinayət törədib və Azərbaycan dövlətini tərk edərək Avropa ölkəsinə gediblər. Və Avropa ölkəsi də özlərini hüquqi dövlət adlandırırlarsa, Azərbaycan dövləti də hüquqi dövlət olduğuna görə bu şəxsləri beynəlxalq Interpolda axtarışda olan şəxslər Azərbaycan dövlətinə təhvil verilməlidir. Mən buna əminəm ki, bu məsələ çox tezliklə həll olunacaq. Bəli, biz vətəndaşlar da vətəndaş mövqeyimizi irəli sürərək Azərbaycan Respublikasının Baş Prokurorluğuna öz təşəkkürümüzü bildiririk ki, bu cür şəxslər cinayətkar şəbəkəni üstü açılaraq bu şəxslər məsuliyyətə cəlb olunmalıdır.